ən asan bir dövrə gəlmişik. Xüsusi əziyyət çəkməyə ehtiyac yoxdur. Çıxdı elə burada mikrofon qarşısında TikToku aç, istənilən fikri deyə bilərsən. Oradan. İndi kimsə qoy yüngül bambıllıq eləsin, oynasın, orada nəsə, onun da bir izləyicisi olsun, bir 10 min adam da geçsin, o baboşların zadın dalınca baxsın ki, bu da var da, bu şeylər var. Amma normal bir fikir, düşüncə dalınca gedən insanlar da var. Normal bir əxlaqlı, dürüst, hadisələrə obyektiv baxan, vətən üçün, millət üçün faydalı olmaq istəyən yüzlərlə də insan var. Və o sabah gedən o şəhiddən, yaxud da qazidən nümunə götürən insan var. Yaxşı komandirimiz lazımdır bizə, yaxşı filosofumuz lazımdır, mühəndisimiz lazımdır. Böyünləri, məsələn, bir asfaltda yol çökürsə, onu baxırsan ki, bunu vicdanı olan mühəndis bunu belə yol çəkərmi? Təbii ki. Kiminsə ölümünə gətirib çıxaracaq da, yaxud da bina uçursa, bir namusu, şərəfi olan bir hansısa bir iş adamı o binanın sementini kəsərmi? Yaxud da bir qumunu başqa bir materialdan gətirib ora işlədərmi? Yəni, demək, bu həm də cəmiyyətdə peşə əxlaqını öyrədirsən. Bizdə peşə əxlaqı problemi var. Çox təəssüf. Biz soyuducu, demək, düzəldən usta o peşə əxlaqını çox vaxt daşıyıcı olmur. Kombi düzəldən usta daşıyıcı olmur. Fikirləşir 4 gündən sonra necə eləyim, mənə bir də çağırsınlar. Bu peşə əxlaqı, amma başqa bir yerdə görəndə heyrətlənirsən ki, bu yolu keçənin də, yolu tənzimləyənin də peşə əxlaqına yanaşması heyrətləndirir səni.